Bismillah. Təvabi mövzusundan davam edirik. Təvabi'dən dördüncüsünə çatdıq. Dördüncüsü də bədəldir. Bunları qısaca bir təkrar edək. Yəni birincisi atf idi, ikincisi naat idi, üçüncüsü təkid idi. Dördüncüsü də bədəldir. Bunların ortaq xüsusiyyəti nədir? Yəni özündən əvvəl gələn sözlə eyni hərəkəni alırlar. Yəni özündən əvvəl gələn söz mərfu isə bunlar da mərfu olur. Mənsub isə bunlar da mənsub olur. Məcrur isə bunlar da məcrur olur. Bundan ötürü də elə təbiun şəklində adlandırılırlar. Yəni təbiun, tabi olan, izləyən mənasında. Bədələ gəldikdə isə bədəlin tərifi bu şəkildə verilir. Təbiun yədullu alə nəfsil mətbu'i əv cüz'in minhu. Bədəl nədir? Özündən əvvəlki sözün ya tamamına dəlalət edəcək, ya da ki onun bir hissəsinə dəlalət edəcək. Belə bir sözdür. Məsələn, kərrəmə əl-xalifətu Harunu ər-Rəşidu əl-uləməə. Xəlifə Harun Rəşid alimlərə hörmət etdi cümləsi. Buradakı əl-xalifətu sözü, xəlifə sözü, buna biz mübdəl min deyirik. Yəni başqa bir adıyla mətbu olan sözdür. Harun ər-Rəşid isə bədəldir. Yəni tabidir. Yəni burada xəlifə sözü ilə Harun ər-Rəşid eyni insana dəlalət edir. Burada xəlifə sözü adlıq halında əl-xəlifətu mərfu olduğu üçün, yəni bədəl olan Harun ər-Rəşidu, Harunu ər-Rəşidu bu sözdə mərfu olmalıdır. Yəni adlıq halında sonu damməli olmalıdır. Və 3 qismə bölünür bədəl. Birincisi nədir? Bədəlun mutabiq. Bədəlun mutabiq və ya başqa bir adıyla bədəlu kullin min kull. Yəni bu nə nəzərdə tutulur? Yəni özündən əvvəl keçən sözün, yəni mübdəl min olan sözün tamamını ehtiva edən, içinə alan sözdür. Məsələn, biraz əvvəlki nümunədə olduğu kimi, yəni kərrəməl xalifətu Harunur Rəşidu əl-uləməə. Burada xəlifə sözü ondan sonra gəlir onun adı Harun ər-Rəşid. Harun ər-Rəşid sözü bədəldir. Əl-xəlifətu isə mübdəl minhdir. Burada Harun ər-Rəşid xəlifə sözünün, yəni xəlifə sözündən bir hissə deyil, bir cüz deyil, onun sifəti deyil. Yəni o xəlifənin elə özüdür. Yəni o sözün tamamını içinə alır, ehtiva edir. Belə bədələ biz deyirik bədəli mutabiq və yaxud da bədəli kullin min kull. Başqa bir nümunə verəsi olsaq, məsələn, bu Umar ibnul Xattabi dediyimiz zaman buradakı Ömər sözü mübdəl minhdir. Oradakı İbnu sözü isə bədəldir.
Yəni Xəttabın oğlu Ömər. Yəni Xəttabın oğlu ilə Ömər sözü eyni insana, eyni adama dəlalət edir. Buradakı oğul sözü bədəl sayılır. Necə bədəldir? Bədəli mutabiq. Çünki özündən əvvəl gələn sözün, yəni Ömər sözünün hamısını, tamamını ehtiva edir, içine alır. Bədəlin ikinci qismi bədəlul ba'di minəl kul. Yəni bütündən bir hissəni içine alan bədəl, yəni bir cüz'ü, bir hissəni ehtiva edir. Nümunə olaraq bunu deyə bilərik. Tubi'al kitabu cüz'uhul əvvəlu. Kitabın birinci hissəsi, birinci fəsli çap edildi. Burada tubi'a çap edildi. El-kitabu kitab. Burada kitap sözü mübdel minhdir. Cüz'uhul əvvəlu birinci hissəsi, birinci fəsli isə nədir? Bədəldir. Yəni kitab adlı halında olduğu üçün, mərfu olduğu üçün cüz'uhul əvvəlu, bu bədəl olan hissə də mərfu olmalıdır. Yəni adlıq halında olmalıdır. Yəni buradan da görüldüğü mənasından da görülür ki, aydın olur ki, buradaki bədəl necədir? Küldən bir hissədir. Çünki çap edildi dediğimiz zaman kitabın hamısını nəzərdə tutmuruq. Kitabın bir hissəsini, bir fəslini nəzərdə tuturuq. Üçüncüsü isə, yəni bədəlin üçüncü növü, bədəlu iştimal adlanır. Burada da yəni mübdəl minhdən sonra gələn söz bir sifətlə əlaqəli olur. Yəni mənəvi bir xüsusiyyətlə əlaqəli olur. Məsələn, sarrani əş-şari'u nəzafətuhu. Sarrani məni sevindirdi. Əş-şari'u küçə. Nəzafətuhu, yəni küçənin təmizliyi məni sevindirdi. Əş-şari' burada mübdəl minhdir. Nəzafətuhu isə bədəldir. Bədəldir. Bədəl iştimal necə, nə ilə əlaqəlidir demişdik? Yəni sifətlə. Sifət olmasıyla birlikdə mənəvi bir sifət olması şərtdir. Yəni mənəvi bir xüsusiyyət olmalıdır. Yəni təmizlik kimi. Yəni küçənin təmizliyi məni sevindirdi. Burada yuxarıdakı, yəni bədəlül ba'z demişdik. Ondan fərqi nədir? Ondan fərqi odur ki, bu bədəli iştimalda mübdəl minhdə olan bir sifətlə, yəni mənəvi bir vəziyyətlə əlaqəli olmalıdır. Yəni maddi bir xüsus olmamalıdır. Yəni başqa bir nümunə verəsi olsaq, a'cəbətni əl-qasidətu fikratuha. Yəni qəsidənin fikri, ana fikri mənim, yəni xoşuma gəldi. Burada əl-qasidətu mübdəl minhdir.
Fikratuha isə qəsidənin ana fikri. Bu söz isə bədəldir. Yəni mənəvi bir xüsusu ifadə edir. Ona görə buna biz bədəli iştimal deyirik. Başqa bir nümunə verək. Əmtə'ani əl-muğanni səvtuhu. Yəni müğənninin səsi mənə zövq verdi dediyimiz zaman bu da yenə bədəli iştimaldır. Yəni müğənni burada mübdəl minhdir. Səvtuhu isə bədəldir. Bədəldir, bədəli iştimaldır. Mənəvi bir xüsus olduğu üçün bədəli iştimal deyirik. Yəni bədəli bəzdə mübdəl minhdən sonra qeyd olunan kəlimə, yəni həqiqi olacaq, maddi olacaq, bir də məlmus deyirik, məlmus olacaq, yəni hiss edilən, yəni toxunula bilən olmalıdır. Məsələn, əkəltu ər-rəğifə sulusəhu. Əkəltu yedim ər-rəğifə, çörəyi, sulusəhu, 1/3 yedim. Çörəyin 1/3 yedim. Burada sulusəhu kəlməsi bədəldir. Amma bədəl bəzdir. Çünki maddidir, məlmusdur. Yəni toxunula biləndir. Bədəl iştimalda isə necə olmalıdır? Mənəvi olmalıdır və qeyri-məlmus, yəni toxunulması imkansız olmalıdır. A'cəbəni ət-talibu ədəbuhu kimi. Yəni tələbənin ədəbi mənim xoşuma gəldi. Ət-talibu nədir? Mübdəl minhdir. Ədəbuhu isə bədəldir. Bədəli iştimaldır. Çünki burada biz ədəb kəlməsi mənəvi bir xüsusdur və qeyri-məlmusdur. Yəni toxunulması imkansız bir şeydir. Və bu son iki bədəldə, yəni bədəli bəz ilə bədəli iştimalda bu kəlimələrdən sonra mübdəl minhə qayıdan bir əvəzliyin, yəni aid əvəzliyinin olması şərtdir. Və bu əvəzlik də o qayıtdığı sözlə cinsə görə, kəmiyyətə görə uzlaşmalıdır. Məsələn, son nümunədə necə dedik? A'cəbəni ət-talibu ədəbuhu dedik. Ədəb kəlməsindən sonra hu əvəzliyi gəlir və bu hu əvəzliyi ət-talib kəlməsinə qayıdır. Ət-talib kəlməsi tək və müzəkkər olduğu üçün bu əvəzlik də tək gəlib və müzəkkər şəklində gəlib. Bədəl mövzusu bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.